Nəsə İfrat bəlkə gəlmək istəmir, mən bunu demişəm. O da dedi ki, yox. Yox, sən indi ağladın. İndi bilirsən ya, məni necə o duruma sala bilər İfrat? Mən onunla çörək kəsmişəm. Bildim, sən buna mı görə ağlayırsan? Çünki məni belə utandırmaq, ay haqqımı halal eləmirəm. Və etmir dedim, Oradakı dediyi sözlər, oradakı dediyi sözlər bir yaraşarmı bir kişiyə? Yox. Sən bir dinlə orada. Dinlə gör nələr deyir orada. Mən sənlə dost kimi demişəm, yürümüşəm. Yox, indi niyə getmək istəyirsən, yaxşı? Çünki sıxılıram. Mən bütün həvəsimi öldürdünüz. Mən mahnı təqdim eləyəcəkdim. Bütün həyəcanım, bütün sevincim, hər şey qoydunuz ürəyimdə. Bu olarmı yəni? Mənə gərək gələndə Aytaç, sən mənə deyərdin bunu. Nə desin? Yox, ora çıxanda mənə... Sən nə, indi axı olub o mövzu? Gecə olubdu. Gecə olub. Gecə mənə deyərdin bunu Aytaç. Mənim bu mövzuda sən nə vaxt bilmirsən, bu mövzudan o zaman xəbər verəm, valla. İlardım İfrata ki, İfrat. İndi yıxa bilərsənmə? Yox, qətiyyən qutardım İfrat. Yox, niyə zəng eləmirsən? Orada başqa sözlər də deyil. Yaxşı, biraz istirahət elədim.